Bildiyiniz kimi artıq ən böyük ehtimal olunan sonuncu Qədr gecəsindəyik. Bugünkü mövzumuz dəyişən insan, dəyişən həyat haqqında olacaq. Çünki bu mübarək gecələr həyatımızı, özümüzü dəyişmək üçün böyük bir fürsət olan gecədir. İnsan bu gecədən gərək çox istifadə eləsin. Ümumiyyətlə, belə bir deyim var, deyir, əgər bu gecələr bizi dəyişməyəcəksə, bunda nə zaman dəyişəcək? Həqiqətən bu böyük bir sözdür, insan həyatının dəyişən gecəsidir. Taleyimizin, qədərimizin, ruzimizin, hər bir şeyin yazılan gecəsidir bu gecə. Həqiqi Qədr gecəsi buyururlar, deyir, insanın daxilində baş verən inqilabdır. Həqiqi Qədr gecəsi. Həzrəti Peyğəmbər buyurur hədisdə. Deyir ki, Allah yanında ən sevimli əməl davamlı olandır. O əməldir ki, bugün eləyib sabah saxlayım yox. Onu davamlı yerinə yetirim. Baxın, Ramazan ayındayıq. Artıq mən deyərdim, bitir. Burada 5-6 gün qalıb. İndi özümüzə sual verək. Ramazanda nə cür ibadət eləyirdik? Eşqlə, sevgiylə, ləzzətlə. Ramazanda ki, bu cür ibadət eləyirdik, özümüzə sual verək, görək Ramazandan sonra da bu gün etdiyimiz ibadət kimi digər aylarda o ibadət eləyəcək. Baxın, Ramazan ayında əksəriyyətimiz bu ayda gecə namazı qıldıq. İnşallah 5-6 gün qalıb, onu da qılacaq, mən əminəm. Çoxumuz qılacaq. Özümüzə sual verir, Ramazandan sonra gecə namazı davam eləyəcək. Özü yuxu ilə keçirəcək. Ən acısını deyim. Bax, Ramazan ayıdır, o imsaka görə hamımız sübh namazına uyanırıq. Hamı durur, yemək yiyəcək axı. O yeməyə görə sübh namazını da qılır. Ramazandan sonra imsak yox da. İndi görək duracaq, o sübh namazına görə oyanacaq yuxudan. Bax, özümüzə bu sualları verək. Ona gözəl bir, müsbət bir cavab tapaq. Ona görə bugün davamlı ibadətdən, dəyişən həyatdan danışıram. Ki, bu Ramazan ayı fürsətdir bizə həyatımızı dəyişməyə. Bax, Qurana yaxın qalacaq. Ramazan ayında çoxumuz Quranla keçirdik günümüzü. Ən azı günümüzün bir hissəsini 5 dəqiqədə olsa, 10 dəqiqədə olsa Quran oxuduq. Ərəbcə bilənlər ərəbcə oxudu, Azərbaycanca bilən Azərbaycanca oxudu. Ramazandan sonra bu əməli davam elətdirəcəyik. Günahdan çəkindik bu ayda. Biz Ramazandan sonra o günahdan çəkinmək qalacaqmı? Yenə özümüzü günahlardan qoruyacaq. Bu sualları özümüzə verək. İslamda azlıq önəmli deyil. İslamda bilsin nədir önəmli? Allahın bizdən istədiyi davamlılıqdır. Yəni bir işi davamlı yerinə yetir. Bir ibadət eləyirsən, yaxşılıq eləyirsən, onu davamlı elə. Az eləyirəm deyə yox, mən az elədim, çəkinim yox. Azı elə səndən qəbul eləyəcək. Allaha xoş gələn o elədiyimin davamlı olmasıdır. Məsələn, Ramazanda necə ki, əlavə nafilə namazlar qılırsan, Ramazandan sonra da ən azı hər gün 2 rükət əlavə namaz qıl. Ondan sənə heç nə olmayacaq. Bir əziyyətə düşməyəcəksən, amma çoxlu savab əldə edəcəksən. Gün ərzində çox demirəm, 10 dəqiqə əlavə vaxt ayır, Quran oxu. Bir Allahla danış o Quran vasitəsilə. Bu işləri gör. Deyirsən, bu işləri görməyinə Allahı razı salacaqsan. Sonra buyurur hədisdə. Deyir, insan ki, davamlı ibadət eləyəcək, davamlı ibadət insanın ruhunu gücləndirir. Bax, məsələn, namaz haqqında yazırlar hədisdə. Deyir, hər gün davamlı namaz qılmaq insanın ruhunu təravətləndirir. İnsanın ruhunu yeniləyir. İnsanın vicdanını sakitləşdirir. Qəlbi hər zaman buyurur ki, Allaha bağlı saxlayır. Sonra, bax, bizim ən ağır nöqtəmizə toxunur hədis. Deyir, namazı ki, qıldın, bitirdin, dərhal durub getmə. Tutarıbsan namazı, neyniyir? Deyir, dua elə. Allahla münacat elə. Namazı ki, bitirdin, qaçma. Acı da olsa deyəcəm. Təbii ki, hər kəsə aid deyil. Bəzi insanlar var, görürsən, imkanlı bir insanı görən kimi istəyir saatlarla onunla danışsın. Ayrılmaq istəmir ondan. Allah.
Burada oturam var. Sən Allahla münacat eləyəcəksən, Allahla danışacaqsan. Namazı qutardın, getmə. Bir 5 dəqiqəvi duaya ayır. Allahla dərdləşməyə ayır. İndi Quran oxumağı xeyri haqqında baxaq. Deyir, bir insan ki, hər gün Quran oxusa, onun qəlbi işıqlanacaq. İnsanın deyir, içində olan kin, paxıllıq, həsəd onun qəlbindən çıxacaq. Qəlb təmizlənəcək. O insanın beyninə pis düşüncələr gəlir ha. Deyir, insan Quran oxumaqla o pis düşüncələr insanın beynindən çıxacaq. Sonra buyurur hədis. Deyir, həyatında bir dənə proqram tətbiq elə, günüvün müəyyən vaxtını Quran oxumağa ayır. Və o ayəni ki oxuyursan ha, o oxuduğun ayəni öz həyatında tətbiq elə. Elə üzdən oxuyum, keçmə. Mən deyərdim, hətta 2 ayə oxu, 1 ayə oxu, eyb yox. Gündə bir dənə ayə oxu, o ayənin tərcüməsinə də bax, o ayəni dərk elə, həyatında tətbiq elə. Da oxuyub keçmə. Bizim əzizimiz, dəyərlimiz, bilməm, Hacı Səməd buradadır. Yoxsa yox, hə, buradadır, gördüm. Yox, o bir Hacı Səməd ustaddır. Məclisdən qabaq ondan söhbət elədi, mənim də hədis idi, dəhşət bir hədisdir. Gözəl bir hədisdir. Həzrəti Peyğəmbər buyurur, deyir, Qur'an-ı Kərim özünü naməhrəmə göstərməz. Həzrəti Peyğəmbərdən də bu hədis. Hədisin böyülünə baxaq indi bir dənə. Nə gözəl hədisdir bu. Baxın, insanlar var. Görsən, Qur'anı açır, bir səhifə oxuyur, deyir, yoruldum, bağladı Qur'anı. Və yaxud sabahları Qur'anı açacaq, Qur'an oxumaq istəyir ki, bir gün yorğunam. Alınmır, bağlayır Qur'anı. Birisi gün açın bir dənə ayə oxuyur, yoruldum. Və yaxud kimsə çağırır, bağlayıb gedir. Qur'an özünü naməhrəmə göstərməz. Nə deyir burada? Məsələn də bir tanımadığımız insanın evinə gedirik. Görürsən, orada naməhrəm xanımlar olur, evin xanımı, anası, bacısı filan. Yad kişi gəlib, çəkilirlər bir başqa otağa. Ha? Və yaxud bir dost. Birinlə bir dost olursan, dərhal sənə öz sirlərini demir ki. Bir ehtiyat saxlaya-saxlaya sənlə danışır. Artıq onunla yaxınlaşdın, ondan sonra başlayırsan bütün sirlərini deməyə. Qur'an-ı Kərim. Qur'an-ı Kərimdən deyir, dost ol. Dostluq elə Qur'andan. Bir gün açdın, bir səhifə oxudun, sabah 2 səhifə oxu. Oxuya bilmirəm. Davam elə, bağlama Qur'anı. Sən ki, deyir, artıq Qur'anı davamlı oxudun, Qur'anla dost oldun, necə ki, o bir nəfərlə dost oldun, o sirlərini danışır ha sənə, Qur'an-ı Kərimdə bütün sirləri sənə öyrədəcək. Bunun üçün deyir, alim, üləma olmağa ehtiyac yoxdur. Ayətullah olmağa ehtiyac yoxdur. Hər bir insan bunu bacara bilər. İçində, qəlbində iman olan hər bir insan bunu bacarar. Qur'anla sadəcə dost olmaq lazımdır. Sonra buyurur, deyir, hər gün zikr elə. Hər gün dua elə. Deyir, bu işi görmək insanı qaranlıq düşüncələrdən, mənfi düşüncələrdən uzaqlaşdıracaq. Həzrəti Peyğəmbərin hədisidir. Deyir, hər gün zikr etmək qəlbin işığıdır. Hər gün zikr etmək insanı stresdən uzaqlaşdırır. Qoymur ki, insan stres çəksin, pis-pis düşüncələrə geçsin, fikir eləsin, mənfi düşüncələrdən uzaqlaşdırır, insanı sakitləşdirir və buyurur hədisdə, deyir, insan ki, nə qədər davamlı ibadət etsə, o zaman günah həmən insana yaxın gələ bilməz. Davamlı namaz qılmaq, hədisdir bu da, deyir, davamlı oruç tutmaq, davamlı yaxşı əməllər etmək insanın qəlbini möhkəmləndirir, qəlbi Allaha bağlayır. Həzrəti Peyğəmbər buyurur, hər kim ki, bir əməli davamlı etsə, Allah o bəndə üçün qəlb rahatlığı və mükafat hazırlayar. İndi başlayaq problemimizdən danışmağa. Bəzən görürsən, şeytan insan övladına bu düşüncəni gətirir. Görürsən, bir balaca bir dənə yaxşılıq eləmək istəyirsən, şeytan düşüncə gətirir ki, əşi, onunla nə olacağı? O balaca yaxşılıqla kimə nə xeyrin deyəcək? Eləyə bilirsən, böyüyünü elə, eləyə bilmirsən, çəkil dur qırağa. Onunla sənin kimə nə xeyrin deyəcək, səhvdir. Bu fikir səhvdir. Deyir hədisdə, bir insana bir xoş söz demək, bir insanın kiçik bir çətinliyini aradan qaldırmaq və yaxud elə bizim loru dildə desək. Görürsən, birinin bir problemi var, əyləş ondan bir stəkan çay iç, onun bir dərdini dinlə. Bu işi görmək
Deyir, bəndəyə Allah yanında böyük dəyər qazandırır. Və bununla bərabər bu işi görməklə bəndə deyir, Allahı razı salır. Baxın, insana adi gəlir, kiçik bir şeydir də, oturub birinin dərdinə qulaq asırsan. Görürsən, birinin bir balaca çətinliyi var, sənin əlində heç nədir onu həll etmək. O çətinliyi aradan qaldırırsan. Bu iş Allah yanında o qədər dəyərlidir ki, Allah bu işdən razı olur. Və sən bəndəyə Allah o anda aşiq olur. Amma şeytan istəmir ki, sən Allaha razı salasan. Ona görə bizim beynimizə bu düşüncəni salır ki, əşi bu balaca bir şeydir. Sən bununla kimin yarasını sağaldacaqsan? Çəkil dur qırağa. Böyük işi görməyə gücün çatanda onu da eləyərsən. Bərəkət bilirsiniz harda yoxdur. Problem bilirsiniz hardadır. Bax, problem buradadır. Biz hər gün ibadət eləyirik. Bax, problemimizi deyirəm sizə. Biz hər gün ibadət eləyirik. Bu ibadəti qəlbimizin Allaha bağlı olduğu üçün eləyirik, yoxsa Allahın vacibatıdır deyə eləyirik. Bax, bir dənə, hamı özünə bir dənə bu sualı versin. Hər gün ibadətdəyik də. Bu ibadəti eşqlə, Allaha bağlısan deyə eləyirsən, yoxsa Allah Teala buyurur, gündə 5 vaxt namaz qıl. Gündə 5 namaz istəyir Allah məndən, bunun üçün eləyirsən. Əgər sənin cavabın ikincidirsə, Allah buyurur ki, bu işi görməliyəm, bax, orada problem var artıq. Onu bugün düzəltməlisən. Bax, bu Qədr gecəsində onu düzəlt. Necə ibadət eləyim? Allaha qəlbən bağlı olduğu üçün, Allaha aşiq olduğun üçün ibadət elə. İkinci məsələ nədir? Allah buyurub deyə, o birisi nədən irəli gəlir? Keçən Qədirdə də danışdım mən ona. Sanki boynumuzda bir yükdür. Ki, Allaha mənim borcum var, bir dənə onu verim, canım qutarsın. İkinci düşüncə odur. Onu qəlbimizdən təmizləyək. Əgər o qəlbimizdə, düşüncəmizdə varsa, onu bugün təmizləməliyik. Sonra hədis buyurur, istəyirsən həyatını dəyişəsən, hər gün axşam özünü hesaba çək. Mən bu günləri Allah üçün neynəmişəm? Günün sonundayıq. Düzdür, bu gecə elə bir bərəkətli gecədir ki, sübhə qədər davam edir. Hər gün özümə bir sual ver, mən bugün Allah üçün nə iş gördüm? Mən bugün hansı yaxşılıqlar elədim? Hansı pisliklər elədim? Kimin qəlbini qırdım? Kimin qəlbini sevindirdim? Ümumiyyətlə bir özünü sorğu-suala çək də. Gələk axirət baş verə o suallar sənə oluna. Bir kiçik bir axirət özün üçün qur da bu günləri. Onda biləcəksən, sən Allah üçün yaşayırsan, yoxsa yox. Bugün fürsət günüdür. Çünki hədisdə buyurur ki, deyir, Qədr gecəsi sadəcə bir gecə deyil, bir başlanğıcdır. İnsan həyatının başlayan günüdür Qədr gecəsi. Bu gecə o qədər bərəkətli, o qədər dəyərli bir gecədir. Və Ramazan ayı buyururlar ki, sadəcə bir ac qalmaq ayı da deyil. Boş yerə o mədə orucu deyirlər, ondan deyil bu Ramazan ayı. Ramazan ayı deyir, dəyişmək ayıdır. Ramazan ayı qayıdış ayıdır. Nəyə? Özümüzə qayıdış ayıdır Ramazan ayı. Ramazan ayı qəlbi yenidən qurmaq ayıdır. Haramdan çəkinmək ayıdır. Günahdan qurtulmaq ayıdır. Fəqirlərin halını başa düşmək ayıdır. Ehtiyac sahiblərinin halını başa düşmək ayıdır. Belə bir bərəkətli ayıdır. Baxın, il boyu ruhumuz yorulur bizim. 11 ay. Bu Ramazan ayı ruhu dincəltmək ayıdır. Keçən dəfə alimlərin birindən işitdim, gözəl bir sözdür. Deyir, Ramazan ayı möminin istirahət ayıdır. Möminin dincəlmək ayıdır. Həqiqətən də belə də. Bəzi insanlar fikirləşir, ac qalmaqla çətinlik çəkirəm, yoruluram, yox. Əslində o ac qalmaqla insan övladı dincəlir. Mömin üçün Allah bu ayı dincəlmək ayı qərar veribdir. Ramazan ayı, baxın, bizə səbiri öyrətdi. Nəfsimizlə mübarizəni öyrətdi. Ən çətin işdir, nəfslə mübarizə. Amma baxırsan, bu bir ay sənə onu öyrədir. Ki, nəfslə necə mübarizə apara bilərsən? Baxın, gün ərzində o müəyyən bir müddətdə az qaldıq, Allahın halal buyurduğundan çəkindik. Niyə? Allah icazə vermir. Halaldır onu istifadə eləmək, amma Allah deyir ki, o müəyyən müddət ərzində onunla istifadə eləmə. Biz də eləmədik. Demək, digər aylarda haramdan uzaqlaşmaq bizə daha asan olacaq. Halaldan uzaqlaşa bilirsənsə, vallahi billahi, haramdan uzaqlaşmaq sənin üçün heç nədir artıq. Çünki sən bu bir ayda nəfsini tərbiyələndiribsən.
Digər aylarda da özünü qoruya bilərsən. Baxın, Ramazan ayında şeytanın təsiri zəifləyir. Demək olar, yox səviyyəsindədir. Bacardığımız qədər bu ayda qeybətdən uzaq durduq, hə? Niyə? Birdən orucun batıl olar. Əziyyət çəkirəm, mən axşama kimi dözürəm. Buna xatir, görsən qeybətdən uzaq durdun. Bu ayda, Ramazan ayında fikir ver, oruçsan deyə gözünü naməhrəmdən qorudun. Baxmadın naməhrəmə. Günahdan uzaq durdun, haramdan uzaq durdun, yalandan uzaq durdun. Mən deyərdim, bəzi o mədə orucu tutanları çıxmaq şərti ilə çoxumuzun qəlbində kin, həsəd, paxıllıq olmadı. Bu Ramazanın bərəkəti idi. Çünki dərk etdik. Dərk etdik ki, bu Ramazan ayı hansı bir aydır. Necə bərəkətli bir aydır. Baxın, ən böyük səhvimizi deyim sizə. Bizim ən böyük səhvimiz, ən böyük problemimiz budur ki, bu bir ay ki özümüzü tərbiyələndirir ya, bu bir ay qutaran kimi yenə köhnə vəziyyətə qayıdırıq. Yenə başlayacaq qeybətə, yalana, günaha, nə bilim, haram işlərə, xətalar eləməyə, insanların qəlbini incitməyə. Amma Quran-ı Kərim nə deyir? Deyir, Ramazan ayında oruç tut ki, o tutduğun oruc vasitəsindən təqvalı olasan. Dərsdir də bu. Bu bir ay özünü düzəldibsən axı, bu bir aydan sonra nə olur yenə qayıdırsan köhnə vəziyyətə? Yenə qayıdırsan o günahlara, o çirkin işlərə. Bax, Ramazan ayıdır. Elə hamımıza aiddə burada məscid əhlidir, cəmaət namazının əhlidir. Baxın, bu bir ayda, elə bir ay deyirəm, 20 gündə deyək. Bu 20 gündə cəmaət namazlarında gəlib iştirak elədiniz. Amma Ramazandan sonra baxacaqsan, çoxu gəlmir cəmaət namazına. Niyə? Özün üçün vərdiş alına salda. Günorta vaxtın yoxdur, eyb yox, insansan, işləyə bilərsən. Axşam gəl iştirak elə. Cəmaət namazına bağlan. Bu bir ayda necə ki vaxt ayırırdın, bir aydan sonra bu işə davam elə. Bu Ramazan ayında qarşımıza məqsəd qoyaq. Ki biz tam dəyişəcəyik. Necə ki Ramazan ayında Allaha səmimi bəndə idim, Allahla bir əhd bağladı ilə, ya Rəbbim, bu ayda necə səmimi bəndə idim? Sənə söz verirəm ki, Ramazan ayından sonra da sənə səmimi bəndə olacaq. Bu ayda necə idim? Bu aydan sonra da özümü elə saxlayacam, özümü elə qoruyacam. Baxın, bu ayı, bu il başlanğıc edək. Baxın, bu Ramazan həqiqətdir də bu. Ölüm hər an gələ bilir. Bu Ramazan sonuncu Ramazanımız ola bilər. Bu tutduğumuz oruç son orucumuz ola bilər. Bu fürsət bir daha gəlməyə bilər. Ona görə səmimi bir bəndə kimi qalaq. Səmimi bir bəndə olaq Allah bu aydan sonra da. Bu gecə qərar veririk. Allaha söz veririk hətta. Allahla əhd bağlayaq. Qədir gecəsidir. Bu günləri nə dua eləsək Allah qəbul edir. Allahla bir dənə əhd bağlayaq ki, Allahım, sənə söz verir ki, biz namazımızı tərk etməyəcəyik. Allahım, biz sənə söz verir ki, bu ayda necə idik? Haram işlər görmürdük, ya Rəbbim. Sənə söz verir ki, bu aydan sonra da haram işlər görməyəcəyik. Allahım, sənə söz verir ki, bu ayda qeybət etmədik. Allahım, sənə söz verir, bir daha qeybət eləməyəcəyik. Digər aylarda da yalan danışmayacaq, günah eləməyəcəyik. Allahım, sənə söz veririk. Bunu sizin adınızdan deyirəm, ha. Allahım, sənə söz verir ki, qəlbimizi təmiz saxlayacaq. Qoymayacaq qəlbimizə kin, həsəd, paxıllıq daxil olsun. Allahım, heç kimin qəlbini qırmayacaq. Sonda bir dualar eləyək, bir Allahla yenə münacat eləyək, sonuncu qədirdir. Allahım, səni an veri izzəti və cəlalıva, böyülü və qüdrəti və xatir, bizi qədir gecəsinin qədrini bilənlərdən elə. Ən böyük dua da bu. Allahım, səndən istəyirik bu əllər sənin dərgahına qalxıb. Allahım, bizi bağışlanan bəndələrdən qərar ver. Allahım, səndən arzu eləyirik, səndən istəyirik qəlbimizi, həyatımızı dəyiş bu gecədə. Allahım, biz bu gecə sənə söz veririk, ya Rəbbim. Allahım, biz səndən ayrı qala bilmərik. Allahım, biz sənsiz yaşaya bilmərik. Allahım, səndən istəyirik ki, bizi özündən ayrı salma. Allahım, bu gecə bir neçə qərarlar verdik ki, həyatımızı dəyişək.
Allahım, bu gecə etdiyimiz qərarlarda bizi sabit eylə. Amin. Qəlbimizi istiqamətdə saxla. Amin. Ayaqlarımızı haqq yolunda möhkəm elə. Amin. Allahım, ən böyük arzumuz budur. Biz buna dözə bilmirik çünki. Allahım, bizi bəla ilə ədəbləndirmə. Biz onu qaldıra bilmərik, ilahi. Allahım, Ramazan ayından sonra da bizi özünə yaxın olan bəndələrdən qərar ver. Amin. Son nəfəsimizdə belə La ilahə illallah kəlməsini bizdən alma. Amin. Allahım, bu Ramazanı bizə son Ramazan qərar vermə. Amin. Bizə gələn illə bu Ramazan ayını yaşamağı qismət elə. Amin. Bu Ramazan ayının bərəkətini, rəhmətini bizlərə qismət elə. Amin. Bu ayın gecələrini, gündüzləri ki var bərəkətlidir, saatları, saniyələri, dəqiqələri bərəkətlidir. O bərəkətli anları gələn ildə bizə qismət elə. Amin. Allahım, bizi cənnətdə sevdiklərimizlə birləşdir. Amin. Ya Rəbbim, biz kimik? Bizim heç bir dəyərimiz yoxdur. Amma Allahım, sən bizlə elə davranırsan ki, sanki biz dəyərliyik. Amma ya Rəbbim, əsl həqiqətdə bizim dəyərimiz yoxdur. Allahım, bizə öz fəzlinə görə nemət yağdır. Amin. Və bizim bütün günahlarımızı bağışla. Amin. Allahım, səndən istəyirik. Ya Rəbbim, bizə kərim üzünü göstər. Və rəhmət adva xatir etdiyimiz günahlara görə, ya Rəbbim, bizə cəza vermə. Amin. Bilirsən, Allahım, səndən başqası bizə baxsaydı, biz o günahları eləməzdik, həqiqətən. Fitrətimizdə var, biri bizə baxsa günah eləmərik. Amma xəlvətdə qalırıq, düşünürük ki, xəlvətdəyik, heç kim yoxdur, amma unuduruq ki, Allah bizi görür. Özümüzü xəlvətdə olub bilirik, o günahları eləyirik. Allahım, biz ki, o xəlvətdə qalan anı düşünmüşük, günahlar eləmişik ya. Ya Rəbbim, bizim o günahlarımızı bağışla. Amin. Sonda o Əbu Həmzə Somali duasından bir dənə münacatın bir cümləsini deyim, bitirim. Allahım, deyir, eyibləri gizlədən sənsən. Allahım, günahları əff eləyən də sənsən. Gözlərdən gizlin olanlardan agah sənsən. Amma sən öz cömərtliyin üzündən bizim günahlarımızı açmırsan. Bax, adoya. Bütün günahlarımızdan xəbəri var. Bütün günahlarımızı görür. Üzr istəyirəm, söz meyra. Heç kimə acı gəlməsin də. Əksəriyyətimiz bir-birimizin günahını görəndə tez açırıq. Bilməyənlərin yanında deyirik. Amma Allah bizim hər bir günahımızı görür. Cömərtliyi üzündən o günahları gizlədir. Açmır o günahları. Elə günahlarımız var ki, bir-birimizə göstərsələr, üzümüzü tutarıq. Bir-birimizə baxa bilmərik hətta. Amma Allahımız o qədər rəhimlidir, günahları gizlədəndir, bizim o günahlarımızı açmır. Allahım, sən elə rəhimli Allahsan ki, öz həlimliyin üzündən cəza verməyə tələsmirsən. O qədər rəhimli Allahımız var. Gözləyir. Bəzi hədislər yazır, 7 saat gözləyir. Ya Rəbb, nəyi gözləyirsən? Mələklər deyir, Allahım, nəyi gözləyirsən? Deyir, gözləyirəm, baxarsan, o bəndə gələcək tövbə eləməyə. Allah deyir, o bəndə gələcək tövbə eləməyə, bağışlanma istəməyə, mən də deyir, dərhal onun günahını bağışlayacam. Ona görə o günahlarını yazmıram. Ona cəza vermirəm. Bu qədər rəhimli Allahın qarşısındayıq. Allahım, həlimliyin üzündən cəza verməyə tələsmirsən. Həmd olsun sənə, ya Rəbbim. Allahım, sənə and verirəm izzətivə, cəlalıva, böyülüvə, qüdrətvə, rəhmətvə xatir. Bu gecə burada əyləşən hər bir kəsin bütün günahlarını bağışla. Amin.